Daha bir tələbə qız vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində humanitar kollec məlumat yayıb. Məlumatda deyilir: kollecin inklüziv təhsil ixtisasının 3-cü kurs tələbəsi Rasimə Əsədova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Allah rəhmət eləsin. Ölkədə dəm qazı canlar almaqda davam edir. Belə ki, ötən gecə saat 22 radələrində Sumqayıtda dəm qazından ölüm hadisəsi qeydə alınıb. 48 yaşlı vəfadar Tapdıq oğlu Abdullazadə yaşadığı 18-ci mikrorayondakı mənzilin hamam otağında dəm qazına zəhərlənib. O yaxınları tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb, təcili tibbi yardım çağırılsa da vəfadar Abdullazadənin vəfat etdiyi müəyyənləşib. Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır. Bakıda isə cavan oğlan dəm qazının qurbanı olub. Hadisə Yasamal rayonu Süleyman Tağızadə küçəsində baş verib. 2001-ci il təvəllüdlü Rüstəm Şabanlı oğlu İsmailov yaşadığı evin hamam otağında dəm qazına zəhərlənərək ölüb. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Xırdalanda isə bir yaşlı körpə ölüb. Hadisə ötən gün Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyindəki 42 saylı binada qeydə alınıb. 2025-ci il təvəllüdlü Arif Osmanzadənin inkişafdan qaldığı üçün öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzindən bildirildi ki, yanvarın 14-ü saat 07:50 radələrində Abşeron rayonu Xırdalan şəhərindən təcili çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2025-ci il təvəllüdlü körpənin, oğlanın həkimə qədər ölüm faktı qeydə alınıb.